Veysaloğlu Şirkətlər Qrupunun Məmmədli Logistika Mərkəzində Milli Qida Texnologiyaları Platformasının nümayəndə heyəti ilə işgüzar görüş keçirilib. Görüşdə Veysaloğlu Şirkətlər Qrupunun rəhbərliyi, Türkiyə-Azərbaycan Universitetinin nümayəndələri, Hacettepe Universitetinin professor-müəllim heyəti, qida təhlükəsizliyi və keyfiyyət sahəsi üzrə mütəxəssislər, həmçinin platformanın üzvləri iştirak ediblər. Tədbirdə Veysaloğlu Şirkətlər Qrupunun təsisçisi və baş direktoru Aydın Veysaloğlu, şirkətin yaranma tarixi, inkişaf yolu və əldə etdiyi uğurlar barədə məlumat verib. Qida sənayesində innovasiyaların, elm-biznes əməkdaşlığının və müasir texnologiyaların tətbiqinin əhəmiyyətini vurğulayıb. Türkiyə-Azərbaycan Universitetinin rektoru vəzifəsini müvəqqəti icra edən professor Vilayət Vəliyev, universitet sənaye əməkdaşlığının inkişafı və qida texnologiyaları sahəsində elmi potensialın istehsalatla əlaqələndirilməsi barədə danışıb. Veysaloğlu Şirkətlər Qrupunun baş direktorunun müşaviri Şəhla Yusifzadə qrupun keyfiyyət infrastrukturu haqqında çıxış edərək, dövlət, akademiya və sənaye arasında əməkdaşlığın gücləndirilməsinin, gələcəyin qida mühəndislərinin əmək bazarının tələblərinə uyğun hazırlanmasının vacibliyini qeyd edib. Daha sonra mərkəzi sınaq laboratoriyasının fəaliyyətini əks etdirən film nümayiş olunub. Hacettepe Universitetinin professoru Vural Gökmən, Milli Qida Texnologiyaları Platformasının fəaliyyəti, layihələri və əməkdaşlıq imkanları barədə təqdimatla çıxış edib. Görüşdə qida sənayesində innovativ yanaşmalar, elmi araşdırmaların istehsalata tətbiqi, qida təhlükəsizliyi üzrə beynəlxalq təcrübə və birgə təşəbbüslər müzakirə olunub. Tədbirin sonunda iştirakçılar Məmmədli Logistika Mərkəzində infoturda iştirak edib. Mərkəzin fəaliyyəti və texnoloji həlləri ilə tanış olublar. Qonaqlara Veysaloğlu Şirkətlər Qrupunun istehsalı olan hədiyyələr təqdim edilib və xatirə fotosu çəkilib. Veysaloğlu Şirkətlər Qrupu elm, təhsil və sənaye əməkdaşlığını, qida təhlükəsizliyi və keyfiyyət mədəniyyətini dəstəkləməyə davam edəcək.